Böyük bir adam belə hövsələdən çıxarmağa qadir idi. Belə ki, Sidis Harvarddan məzun olduğu gün jurnalistlərə bunları dedi. Mükəmməl bir həyat yaşamaq istəyirəm. Mükəmməl bir həyat yaşamağın tək yolu da tənha yaşamaqdır. Çoxluqdan həmişə zəhləm gedib. Seks, sənət, musiqi ya da onu elmdən uzaqlaşdıracaq hər hansısa bir şeyi qətiyyətlə rədd edən bir həyat fəlsəfəsi seçmişdi özünə. Məzun olduqdan sonra Houston'dakı Rice Universitetində riyaziyyat müəllimi oldu. Ancaq yaşı və tanınmışlığı tələbələrin fikrini dağıtdığına görə bu işdə də uzun müddət qala bilmədi. Hüquq üzrə diplom ala bilmək üçün Harvarda geri qayıtdı. Ancaq hüququn da ona uyğun olmadığını düşünüb təhsilini yarımçıq qoydu. Aradan keçən müddətdə sosializm və kommunizmlə maraqlandı. Hətta 1919-cu ildə əsgərliyə qarşı üsyana çevrilən bir mitinqə qoşulduğuna görə həbs olundu. Məhkəmədə Tanrıya, xüsusilə də xristianların böyük rəisinə inanmadığını və ona əks olan sosializmə marağının daha çox olduğunu demişdi. Ailəsinin tanınmışlığına görə həbs olunmadı. Ancaq hadisədən sonra bir il Kaliforniyadakı evlərində cəmiyyətdən izolyasiya olunmuş bir həyat yaşamağa məcbur oldu. Bu müddət ərzində həyatdan küsən William mətbuatdan, ailəsindən və istedadlarından uzaqlaşmaq üçün şərq sahillərinə köçdü. Katib və mühasibatçı kimi sahəsindən uzaq bir çox işdə işlədi. Belə ki, harda tanınırdısa o işdən çıxmağa məcbur olurdu. Hətta bir dəfə riyazi bir misal görmək məni fiziki xəstə edir. Tək istədiyim bir toplama aparatı ilə işləməkdir. Ancaq məni rahat buraxmırlar demişdi. Misal bir tramvay firması işə qəbul edən vaxtı William'ı tanımışdı. Şirkət onu işə götürüb sistemlərini inkişaf etdirmək üçün ona bir çox plan və statistika vermişdi. Bunu görən William rəqəmlərə baxıb ağlamağa başladı və ilk gündən işdən çıxmağa məcbur oldu. Qısası adi bir işə, adi bir həyata həsrət qalmışdı. Belə ki, artıq hamıdan gizlin bir həyat yaşamağa başlamışdı. Artıq sadəcə yazmaqla məşğul olurdu. Yazdıqlarını təxəllüs adlarla yazırdı. Hətta tramvay köçürmələrinin toplanmasına dair qeydlər adlı kitabında özünün hobbisi olan Perdromofolini, yəni hava limanı və qatar stansiyası kimi ərazilərdə olmaqdan və yaxud da səyahət etməkdən çox zövq almağı təsvir edən bir ifadəni uzun-uzun açıqlayırdı. Əlavə olaraq 1920-ci ildə həyatın mənşəyini izah etdiyi The Animate, The Inanimate adlı əsərində hələ rəsmi tanınmayan qaranlıq maddənin varlığından bəhs etmişdi. Bütün bunlardan əlavə xarici dil biliklərini dayanmadan inkişaf elətdirirdi. Artıq bildiyi dil sayını özü də hesablaya bilmirdi. Ancaq mətbuat ondan əl çəkmirdi. Sıxıcı işlərdə işlədiyinə görə tənqid olunurdu. Potensialından istifadə edib cəmiyyətə yararlı biri olmadığına görə günahlandırılırdı. Hətta 1937-ci ildə bir qəzet şəxsi həyatını ifşa elədi. Elmə xidmət etməli adamın gülməli həyatı deyə başlıq yayımlandı. William qəzeti şəxsi həyatının ifşası və təhqirə görə məhkəməyə verdi. Ancaq məhkəmə publikada daha əvvəl tanınan birinin daim tənqid oluna biləcəyini deyib məhkəməni axmaq bir səbəblə bağladı. Qısası William'ı heç vaxt rahat yaşamağa qoymadılar. Cəmiyyət sanki hər kəsə bir iş bölgüsü edib və heç kimi təyin etdiyi sərhədlərdən kənara çıxmağa qoymur. Dahi musiqiçi musiqi ilə məşğul olmalıdır. Riyaziyyatçı daim riyaziyyatla məşğul olmalıdır. Əslində hal-hazırda da bir çox insan William kimi sərhədlənmə problemi yaşayır. Ancaq hamı öz həyatını yaşamağa davam edir, sərhədlənənlərdən başqa. Onsuz da William da bu təzyiqlərə çox dözmədi. 1944-cü ilin iyun ayında kiraya qaldığı evin sahibi onu evdə ürəyi getmiş vəziyyətdə tapdı.